Səsiniz var olsun. Allah can sağlığı versin. Güzel günlerde görüşelim inşallah. Aziz dostlar, ben indi bura Firuzə nənəni dəvət eləyəcəm. Amma Firuzə nənəni dəvət eləməmişdən qabaq bir əhvalat danışacağım. Deyir, günlərin bir günü bir məclisdə qadınlardan söhbət gedirdi. Bir nəfərdən soruşdular ki, qadın nədir? Cavab verən nadanın biriydi. Cavab verdi ki, qadın ayaqqabıdır. Gördün ayağını sıxır, dəyiş başqasını geyir. Həmən sualı o məclisdə əyləşən bir müdrik ağsaqqala verdilər. Dedilər, ağsaqqal, qadın nədir? Ağsaqqal cavab verdi ki, qadın baş tacıdır. Dedilər, axı səndən öncə soruşduğumuz dedik, qadın ayaqqabıdır. Ağsaqqal ovqatın pozmadan cavab verdi ki, özünü ayaq hesab eləyən üçün qadın ayaqqabı, özünü baş hesab eləyən üçün qadın baş tacıdır. Bəli, əzizlərim, bütün Azərbaycan qadınları, analarımız, bacılarımız, həyat yoldaşlarımız, qız evlatlarımız, əsl Azərbaycan qadın adına layiq olan qadınlarımız bizim baş tacımızdır. O cümlədən Firuzə nənə, böyük məmnuniyyətlə Firuzə nənəni dəvət edirəm. Firuzə nənə buyursun musiqili meydanımıza. Firuzə nənənin ürək sözlərini dinləyək, təbriklərini eşidək. Bir 3-4 il bundan qabaq Vəndam qəsəbəsində toy idarə edirdim. Firuzə nənədən soruşdum ki, tapançon qalır. Dedi, xəyal, tapançanı satmışam, amma sənə söz verirəm, sən toyuma qədər birini alacam. İndi odur budur, nə mənim toyumdan bir xəbər yoxdur, nə də Firuzə nənənin tapancasından. Xahiş edirəm Firuzə nənə, buyursun, bu gözəl gündə Firuzə nənənin təbriklərini dinləyək. Tofiq Bayram yazır ki, necə rəhmlidir, necə amansız, necə mehribandır qadın ürəyi. Sən onu sındırsan bil ki, ağansız, ağlayan kamandır qadın ürəyi. Bəzən gül təhs olar acı bir sözdən, ağlayar xəlvəti gülsə də üzdən. Bəzən uşaq kimi ən ürəksizdən, məhəbbət olandır qadın ürəyi. Daşı da ör əlidən, daş da olar o. Əriyib gözlərdən yaş da olar o, bahar da olar o, qış da olar o. Sevgisiz zindanlı qadın ürəyi. Böyük məmnuniyyətlə Firuzə nənə buyursun. Gözəl bir təbrik olsun. Firuzə nənə, sənin təbriklərindən sonra rəqs davam edəcək. Buyur.